Bu hikayede günahkar çoktu diye düşünme. Burada bir ana var, bir uşak var. Ve susturulmuş hakikat var. Sen səhər evdən çıxanda üzün işıq olur. İşə gedirəm deyirsən, hamı inanır. Anan sənin arxanca dua edir. Atan qızın zəhmət keçdir deyə qürurlanır. Sən isə saatları bölürsən yalanlara. Bir saat ev üçün, bir gizli həyat üçün. Bu oyunda hamı kör deyil, sadəcə bu ev dağılmasın deyə susu hər yalan iz qoyur. Sən bilməsən də bir baxış hər şeyi anlayır. O baxış sənin oğlunun. Ana olmaq adla ölçülmür, vicdanla ölçülür qadın. Sən ailəni qoruduğunu sanırsan, ama onu səssizcə dağıdırsan. Sən gəzintiyə çıxırıq deyib evdən çıxırsan. Oğlun yol boyu susur, sual vermir. Sən ona susmağı öyrətdin, o isə sevgidən səni satmadı. İş yerində işin var deyib bitirsən, adın başqa dodaqlarda dolaşır. Sən özünü aldadırsan, amma həqiqət səni hər addımda izləyir. Bu uşaq böyüyəcək və bir gün susmaq yox, həqiqət seçəcək. O gün sənin üzünə baxmaq çətin olacaq. Ana olmaq adla ölçülmür, sənin yolun buna yad olub. Sən özünü itirərkən anlamadın, oğlunun dünyasını yıxdın. Hələ gec deyil, bu yoldan dönmək mümkündür. Çünkü seni gözleyen bir uşaq var. Ve o hələ sənə inanır.